Baş Ə, belə söyləyək, 200-dən 205-ə kimi 200. 204. 200-ün özü ilə başladıq deməli. 200-cü suala nəzər saldıq da bizdən nə istəyir? Bircə saniyə. Tak. 200-cü sualda qeyd olunur ki, Bakı şəhərinin il ərzində günorta vaxtı günəş şüaları maksimum və minimum düşmə bucaqları arasında neçə dərəcə fərqin olduğunu hesablayın. Tamam, gəl nəzər salsaq. Bu deyək ki, bizim yer kürəmiz. Bu ekvator xəttimiz. Bu bizim tropiklərimiz 23.5. Bu da olsun bizim Bakı şəhərimiz. Yəni 40 dərəcəli enlik. Tamam. Bakıya günəşin maksimum düşmə bucağı günəş burada olanda olar. Düzdür? Aralarında 40-dan 23.5 çıxanda 16,5. 90-dan da 16,5 çıxanda bu eləyir 73,5 dərəcə. Bu maksimumdur. İndi gedirəm minimuma. Minimum deyirsə günəş Bakıdan buradan ən uzaqda, yəni bax burada olar. Biri şimal, biri cənub. Fərqli yarımkürələrdə deyə toplayacağım. 40 üstəgəl 23,5 eləyəcək 63,5. 90-dan da 63,5-i çıxanda eləyir 26,5. Deməli minimum da elədi 26,5. Və deyir ki, bu bucaqlar arasında neçə dərəcə fərqin olduğu. Okay, 73,5-dən 26,5-i çıxıram. 47 dərəcə. Başa düşdük? Bəli. Bir də deyə bilərsiniz. Çünki yazılar biraz gizgəldir. Tam başa düşmədim. Tamam, bir saniyə. Bunu da təzədən stepləna. Bax, gəl belə toxunaq. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Gəl buradan. Deyək ki, bu. Bu da olsun bizim yavaş yavaş. Bu ekranda sağ olsun yazan kimdirsə. Çox sağ ol. Nəzər salacaq indi. Gəl çəkək xəttlərimizi. Məsələn, bu olsun bizim belə deyək, ekvator xəttimiz. Bu da olsun da Bakı şəhərimiz. Buradan qırıq-qırıq xətt də çəkək. Məsələn, bu da şimal tropikimizdir. Bu da belə deyək də cənub tropikimizdir. Tamam. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Baba burada. Bakı. Zəhra, Bakıya günəşin ən çox düşdüyü vaxt günəş harda zenitdə olar? Mən tropikdə, Hansı şimal, tropikdə? Ay sol şimal burada. tropik. Düzdür. Mən nə edirəm? 40-dan 23.5-ə kimi baba bura kimi neçə dərəcə məsafə var? Eyni Mən yarımkürədə. çıxacağıq Hə, eyni yarımkürədə seçirik. çıxanda edir 16,5 düzdür buradan bura. Edir Bəli. 16,5. Sonra mən nə edirəm? Bakıya günəşin düşmə bucağını tapmaq üçün 90-dan da çıxıram 16,5-i. Neçə elədi? 73,5 dərəcə. Başa düşdük buranı? Bəli. Okey. İndi Bakıya ən az belə deyək də günəş düşəndə günəş harda zenitdə olur? Ən az cənub tropikdə. Ay sovsu burada olanda olacaq da. Çünki çox uzaqda olar, onda az düşəcək. İndi 40 şimal, 23,5 cənub. Buradan bura neçə dərəcə eləyəcək? Toplayacağıq fərqli yarımkürələr. 63,5, bəli. 90-dan da çıxacaq 63,5-i. O da eləyəcək neçə? 26,5. Düzdürmü? Okey, Bəli. bunların fərqini tapanda indi 73-dən 26 çıxanda neçə eləyəcək? Başa düşdüm. Tamam. 205-ə kimi. 204. 204. Tamam. 204-ə nəzər salsaq indi. Demək, yerin xəyalı oxu. Tamam. Gül, buradasan? Bəli, bəli. Tamam. Gül, bu sualda sən bizə kömək elə. 204 bağışlayın. 204-cü sualda deyir ki, yerin xəyalı oxu orbit müstəvisinə 60 dərəcə meyilli olarsa. Gül, əgər 60 dərəcə meyilli olsa, bizim belə deyək də qütb dairəmiz neçə dərəcədən keçəcək? 60. Ay sağ ol, elə 60-dan keçəcək. Bəs tropikimiz 30. 90-dan 60 çıxacaq, düzdür? Deyir ki, qış gün dönümündə deməli bizim günəşimiz harda olacaq? Cənub tropikində. Uje tropikin də dərəcəsi 30-dur. Burada olanda qış gün dönümü 45 dərəcə cənub enliyinə, 45 dərəcə cənub enliyimizdə olsun bax bu. Günəş şüaları hansı bucaq altda düşər? Baxıram ki, ikisi də cənubdadır. Biri 30-dur, biri 45. Təbii. Aysa bunların arasında 15 dərəcə
Ha, bax bura yazın. 15 dərəcə məsafə var. 90-dan da 15 çıxanda neçə eləyəcək? 75. Hə, 75. söhbət doğru cavab qalırdı 75 dərəcə. Cavab 15'ti Müəllim, siz ona göre. 15 deyirsiniz. 60 dərəcə mövcud olsa, 43 gündür. Yox, cavab səhv verdilər 100%. Cavab Hə, müəllim, 75-dir. Hə, cavab 75-dir, narahat olmayın. Sonra Mənim 206. Ben 105. 205. 205. Tamam. 205-də deyir ki, günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu məntəqədə günəş zenitdədirsə. Burada uşaqlar 66,5 dərəcə olduğu məntəqə birisi söhbət hardan gedir? Ekvator xəttindən. Yəni bizim günəşimiz bax burdadır. Zenitdə. Çünki günəş bundan ən uzaqda ola bilər. Məsələn deyək ki, şimal tropikində. Və buradan bura kimi məsafə 23,5-dir. 90-dan da 23,5 çıxanda edir 66,5. Yəni bizim günəşimiz zenitdədir. Ekvator xəttinin üzərində. Buranın sistemindir. Bunu başa düşdük. Niyə görə ekvatordadır? Evet. Tamam. Bu vaxt günəş şüalarının 55,5 dərəcə bucaq altında göründüyü iki fərqli enlikdə yerləşən paralel. Yəni iki fərqli enlik deyirsə, deməli bunun biri şimaldadır, biri cənubdadır. Amma bura günəşlərin düşmə bucağı 55,5 dərəcədir. Həm bura, həm də bax bura. Amma günəş burada axı, burada neçə dərəcədir bura? 90 dərəcə. 90. Okey, mən baxıram ki, bununla bunun arasında neçə dərəcə məsafə var? 90-dan 55,5-i çıxıram. 50-nə çıxsam 40, 5-də çıxsam 35, bu elədir 34,5. Düzdürmü? Deməli biri 34,5 dərəcə şimaldadır, biri də 34,5 dərəcə cənub enliyində. Başa düşdük buranı. Bəli. Tamam. İndi deyir ki, iki fərqli enlikdə yerləşən biz tapdıq ki, bunlar 34,5 şimalla cənub. Paralel arasındakı ən qısa məsafənin, tamam, biri şimaldadır, biri cənubda. Nə edəcəyik? Topluyorum. Artı 34,5 üstə gəl yenə 34,5. Bu elədir 69 dərəcə. Düzdür? Neçə kilometr olduğunu və 1 dərəcəmdə 111 idi də meridian boyunca. 111 Vururam vuracaq. 111-ə. Bəli, bu qədər. Başa düşdük? Bəli, mən. Tamam. 210-a kimi 6 var idi. 206 müəllim. Tamam, baxırıq 6-ya indi. 206-cı sualda bizə nə deyir? Yerin xəyalı orbit üzərində 60 dərəcə meyilli olarsa, okey, əgər 60 dərəcə meyillidirsə, Qütb dairəsi 60-dır, tropik 30. ay sağ ol, hə, düppədüz. Ekvatorumuz olduğu kimi qalır bu hissəsi heç. Amma bizim belə deyək də, qütb dairəmiz, qardaş, yəni bax bura. 60 dərəcə meyilli olduğuna görə keçdi 60-dan. Tropikimiz də belə deyək də, buradan belə 30. götürürük. Ay sağ ol. Müəllim, mən başa düşdüm, harda səhvim var. Orada deyir cənubi enlik, mən çıxmışam. Toplamamışam. Hə, bildim. Yay gündəmi desə özü səndə burada olacaqdı. 16 cənubda gəlib düşürdü bir də bura. Toplayıb Hə. 90-dan çıxacaqdı. Hə. Başa düşdüm. 46 cavab verəcəkdi 44. Hə. Sonra 215-ə kimi 209. 9. Deyir ki, 22 iyun tarixində günorta vaxtı Bakı şəhərində günəş şüalarının düşmə bucağı kəmiyyəti həmin vaxt Səntiyaqo şəhərinə nisbətən neçə dərəcə çoxdur? Tamam, gəl bax getsə. Bu olsun bizim ekvator xəttimiz. 22 iyun deyirsə, günəş harda zenitdədir? Şimalda. Düzdür, Oldu. şimal tropikində. Yəni bax burada 23,5-də. Bizim günəşimiz burdadır. Bakı şəhərində günəşlərin düşmə bucağı. Tamam, Bakıda yerləşir 40 dərəcə şimal. Deyib bax burada. Bakı. Tamam. İndi gəl Bakıya günəşin düşmə bucağını tapaq. Bu 40 şimaldır, bu da 23,5 şimal. Buradan bura neçə? 16,5 dərəcə məsafə var. Yəni 40-dan 23,5-i çıxdım. 90-dan da 16,5-i çıxanda burada elədi 73,5 dərəcə bucaq. Yəni Bakıya günəşin düşmə bucağı bu qədərdir. Düzdürmü? Və deyir ki, həmin vaxt Santiago şəhəri. Santiago şəhərdə verib ki, 33 dərəcə cənubdadır. Tamam, onu da çəkək bax buradan. 33 dərəcə cənubda. Burada da olsun Santiago. Tamam. Günəşim mənim şimaldadır. Bu cənubdadır. Buradan bura. Biri şimal, biri cənub. Neyniyəcəm? Toplayacağım. 23,5 üstə gəl 33. Bu elədir 56,5. 90-dan da çıxırıq 56,5-i. Bu da eləyir 33,5 dərəcə. Və deyir ki, bunlar arasındakı fərqi tap. Bakıya 73,5 düşür. Bura 33,5.
Nə edirəm? 73,5-dən çıxıram. 33,5. O da edir 40 dərəcə. Başa düşdük? Bəli. Bəli, mən. Sonra 214. 14. 214-cü sualda bizdən nə istəyir? Deyir ki, yerin orbit hissəsində meyillik bucağın dəyişməsi nəticəsində 20 dərəcə cənub enliyinə günəş olan minimum düşmə bucağı, bax minimum düşmə bucağı 40 dərəcə olarsa. Gəl burada saxlayıram bir şey. Mən buna əsasən nə Müəllim, etməliyim? Bəli. onda deməli 20 üstəgəl x-dan 90 çıxanda 40 eləməlidir, Ay, hə? sağ ol. Bəli. Bax, sənin 20 dərəcə cənub enliyin qardaş bax burdadır. Başa düşdün? Buradan minimum 40 Bəli, dərəcə düşür. Sən də deməli günəşin bax buradakı tropikdədir, amma belə deyim də, biz onun dərəcəsini bilmirik. Meyillik dəyişir bax ona görə. Buradadırsa belə deyək də, bura 90 dərəcə düşür. Bax bunun arasında neçə dərəcə məsafə var? 50. 50. Düzdür? 20-dən 50 dərəcə yuxarı qalxsan, deməli bu getdi 30-a. Deməli 30. orbit hissəsi meyilli bucağın dəyişməsi deyil ha. Deməli dəyişib 60 dərəcə olub. Başa düşdün? Sən də deməli Bəli, tropikdən keçirmiş 30-dan. Tutduq söhbəti. bəli. Sonra Başa deyir ki, düşdüm mənim hə, qanunum. şimal qütb dairəsi 60 dərəcə, çünki 60 dərəcə meyillidir. Və cənub tropik xətti olacaq 30 dərəcə. Bununla deyir, Bəli, bunun arasındakı ən qısa məsafə bu miqyaslı xəttdir. Tamam, qardaş biri şimaldır, biri cənub. 60 + 30 90. 90. Həqiqi məsafəni tapmaq üçün vurdum 111-ə. Tapdım. Sonra da 914. ay, 3 dənə, 2 dənə də burada. Böldüm 150-yə. İxtisar aparsam, belə deyək də, 30-a ixtisar aparsam 3, bu da qaldı 50. Düzdür? 111-i lap 50-yə ya da 3-ü vurduq 111-ə. Elədi 333. 333. Onu da bölsək 50-yə 6,66 falan. Bax belə bir şey. Bəli, bəli, məmməli edir. Sonra 200, mənim 218. 16. 18. Səndə neçədir? 16 mənim. 16 tamam. 16-ı buraxa bilərik Müslüm. Planetləri buraxırıq hələ Eci. Narahat olma. 18. Məkkə şəhəri 21 dərəcə şimal enliyində. Ankara isə 40 dərəcə şimal enliyində yerləşir. Bu şəhərlər arasında günəş şüalarının maksimum düşmə bucaqlarının fərqinin neçə dərəcə olduğunu. Elə bunlar arasındakı fərqə bərabərdir. Niyə? Bax, bu bizim olsun ekvatorumuz. Bax, bu olsun bizim ekvatorumuz 0 dərəcə. Bu olsun Məkkə şəhərimiz 21 dərəcə. Bu da olsun Ankara şəhərimiz 40 dərəcə. Baş hərflərini yazıram. Məsələn, deyək ki, buna maksimum düşür başqa, buna maksimum düşür başqa. Zaten bunların arasında neçə dərəcə var? 19. Elə 19 dərəcə fərq yaradar. Amma gəl hesablayaq da. Bu şəhərlər arasında günəşin maksimum düşmə bucağı. Tamam. Məkkə şəhərində günəşin maksimum düşmə bucağı neçə dərəcə olar? 90 dərəcə. Çünki günəş 90. bu tropiklərin arasındadır. Günəş burada zenitdə olur. Ankara'ya isə Ankara da elə Bakı ilə eynilikdir də. 40-dan 23,5-i çıxırıq. 16,5. 90-dan da 16,5 çıxır. Bu da deyir 73,5. Tamam, bura 90, bura 73,5. Aralarında nə qədər fərq elədi? Elə 16,5 dərəcə. Doğru cavab bulacaqdır 16,5. O bir dediyimiz ifadə bura aid deyildi. Biraz şimalda olsaydı tropikdən onda aid olardı. Burada isə düşürdü 16,5. Başa düşdük bu sualı. Bəli. Tamam. Sonra 25'e kimi? 222. 23. 222. 22 gündə cənub yarımkürəsində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna bərabər olduğu coğrafi enlik. Tamam qardaş, 22 iyun ekvatorumuz. Bu Bəli. getdi bura. 23,5. Bizim günəşimiz buradadır. Bu cənub yarımkürəsindədir və deyirik dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna. Yəni bura neçə dərəcə düşür? 45 dərəcə. 45. Burada da 90 dərəcədir. Arkadaş, bununla bunun arasında neçə dərəcə məsafə var? 45. 23,5-dan 90. 45 çıxır. 90'dan çıxır. Bəli. 21,5. Başa düşdüm mən. Tamam. 30'a kimi? 220. 3. Tamam. 223'də bizə nə deyir? Doğru. Deyir ki, yer kürəsi orbit müstəvisinə 70 dərəcə meyilli olsaydı. Okey, bax. Yenə ekvatorumuzu çəkdik 0 dərəcə.
70 dərəcə meyillidirsə, qardaş, elə sənin qütb dairən də keçir 70-dən. Tropikin neçə Tropik dərəcədən 20. keçir? Ay 20 sən. dərəcə. Sənin tropikin keçdi 20-dən. Şimal və tropik işlama quşan deyil, şimal və cənub sərhədi. Elə cənub da 20-dir. Bunlar arasındakı məsafə, qardaş. Neyniyərsən? Biri 40 şimal, biri... dərəcə. 40 olacaq Buyurun. tutacaq. Aysə 40-ı neçəyə vuracaqsan? 90. Hə, Yoxsa 111-ə mən başa 111. düşdüm mən. meridian, Meridian. ay sağ ol. Sonra bunu da bölürsən burada. Neçəyə? 500-ə. 5 0 sirli bölü Aysə 50-yə. 50-yə 500. çıxardı. Tak, tak. Bunda mesela 22,2, 4, 88 tam, onda 8. Belə bir cavab. Oldu mənim, sağ ol. Sən də sağ ol. Tam tutduq söhbəti. Bəli, mən. Tamam. Sonra sona kimi? Mən 230. 228. 28-ə baxaq. 28 məncə də bir elədiyimizdir. Təkrar gedib. Sualın şərtinə bax. Tamam, gəl bir sual baxaq o zaman. Deyir, yerin xəyali oxun orbit müstəvisinə meyilli bucağın dəyişməsi nəticəsində tropik işıqlanma qurşağına şimal və cənub sərhəd arası ən qısa məsafə bu miqyaslı xəttdə bu qədər olarsa. Tamam. Bax, diqqət elə. Miqyasın var, xəttdəki məsafən var. Həqiqi məsafəni tapmaq üçün nə edərəm? 5 dənə 0 silən miqyasdan. Qaldı 80. 80-i vuraram. 88 tam onda 8-ə. Düzdürmü? Bu olar mənim həqiqi məsafəm. Yəni kilometrlə. Bunu dərəcəyə çevirsəm nə edərəm? Bölərəm 111-ə. 110. Bunu da böləndə neçə elədir? 64 dərəcə. Deməli, bax, bu olsun bizim ekvatorumuz. Bu şimal tropikimiz, bu da olsun bizim lap cənub tropikimiz. Bunlar arasında bax, buradan bura məsafə 64 dərəcədir. Tən ortadan bölsək, bura neçə dərəcə düşür? 32, burada düşür 32. Bura kimi başa düşdük? Bəli. Tamam. Sonra deyir ki, yay gün dönümündə mənim günəşim olacaq, bax burada. Və deyir ki, Bakı şəhərinə günəş olan maksimum. Bakıda yerləşir 40 dərəcə şimal enliyində. Bu da 32-də axı. Bunlar arasında neçə dərəcə məsafə var? 8 dərəcə. 8, 90-dan da 8-i çıxıram. 90, 82. 80. Vəsə. Sonra 30 var idi. Bəli. Bəli, məndə var. Bir saniyə. 230 mənim. 230. Aha. Şimal tropik xəttini şimal qütb dairəsindən fərqləndirən xüsusiyyətlər. Gəl elə buradakı ilə gedək də. Bax qardaş, şimal tropik xətti budur. Bunun dərəcəsi 23,5-dir. Qütb əbdi burada yazılır. 23,5. Bunda isə 66,5. 1 dərəcəlik Bəli. qövsün uzunluğu Bakı şəhərinin yerləşdiyi paralel 1 dərəcəlik qövsün uzunluğu daha çoxdur. Bu düzdür. Çünki daha aşağıda baxın. Bakı məsəl üçün yerləşəcək burada 40-da. Onda daha qısadır. İşıqlanma qurşaqlarının sərhədini təşkil edir. İkisi də işıqlanma qurşağının sərhədlidir. Bu eynidir, fərqli deyil. Çıxdıq. Avrasiya, Afrika, Şimali Amerika ilə kəsişir. 23,5 kəsir. Amma 66,5 bir dənə baxın. Hətta bircə saniyə. 66,5 Mənim Afrika 3-dür kəsirdi onsuz da. Yox, qardaş, bir dənə diqqət elə. Bax 23,5 kəsdi, razıyam səndən. 66,5 bax budur. Kəsdi Afrikanı. Hə, başa düşdüm mən. Başa düşdü? O kəsmir. Demək, bunu da çıxdıq. Fərqlidir daha doğrusu götürdüm. Yəni, fərqli olduğuna görə götürdüm. Günəş ildə bir dəfə zenitdə olur. Bu düzdür. Heç şeydə olmur axı qütb dairəsində. Günəş şüaları günorta vaxtı hər zaman üfüqün cənubi tərəfində düşür. Bu oxşardır. Niyə? Bax, çünki bu buradadır. Belə söyləyək də. Belə üfüqün cənubundan düşür. Yəni buralıqdan vurur bura. Burada ömrü boyu zaten günəş buralıqda olur deyə buradan vurur buranı. Yəni biz 1-i götürmüşdük. 3-ü götürdük. 4-ü götürdük. Elə 5-i də oxşardır deyə çıxdıq. Qaldı elə 1, 3 və 4 fərqləndirən əlamətlər. Müəllim, Bəli. bir dənə 231 mən baxdım. Aha. 2, 4, 5 yazmışdım. 2, 3, 5 çıxıb. Bir dənə onu izah edə bilərsiniz. Tamam. Burada lap elə Mən də- bir-bir gedək də. Gəl bir-bir gedək. Deyir ki, S və D məntəqələri arasında S ilə D. Bircə saniyə buradan belə götürüm mən. Tamam. S ilə D, yəni buradan bura kimi olan hissədə
ən qısa məsafə YF məntəqəsi ən qısa məsafədən daha böyükdür. Y-dən F ən qısa məsafədən daha böyükdür. Gəl baxsaq. 0, 45 dərəcə, 75, 30, 45 dərəcə. Xeyr, bu kiçikdir. Niyə? Diqqət elə qardaş. Burada 30 dərəcə, Eyni paraleldə deyil. sağ ol. Burada 45-dir. Qütbə doğru getsə paralellərin uzunluğu kiçilirdi axı. Düzdür? Bəli, müəllim. Demək bu birinci fikir səhvdir qardaş. Bunu çıxdıq. Günəş 15 dərəcə şimal enində zenitdə olanda 15 dərəcə şimal endi. Olsun bax burada. Tamam. Günəşimiz zenitdə. Günəş şu an N və N və D məntəqələrinə eyni bucaq altda düşür. Baxaq. Doğrudur, müəllim. Qardaş Bəli, müəllim, 15-dədir. doğru. Bizə də buradan bura belə deyək də, buradan N-ə 30 dərəcə məsafə var. İndi D-yə gedirəm 15, bu da, işte burada da 30. Demək eyni düşəcək. İkidə problem yoxdur. Başa düşdük bunanı. Hə. Tamam. İndi qoy bir dənə buraları silin, qarışdırmasın bizi. Tamam. Nəzər sahəsində keçdi 3-ə. A və B məntiqlərində gündüzün uzunluğu il ərzində digər məntiqlərə müqayisədə daha çox dəyişir. A və B deyirsə, A ilə B qütbə yaxın olmalıdır. Fikir verirəm ki, aziz oğul, bunların arasında elə ən uzaqda yerləşən A ilə B-dir. Deməli, bu düzdür, qardaş. 2-3-də də problem yoxdur. Sonra K və L məntiqələrində günəş şüaları günorta vaxtı il boyu 90 dərəcə bucaqatla düşür. Ümumiyyətlə elə bir yer yoxdur ki, ora həmişə 90 dərəcə düşsün. Heç baxmıram təsvirə baxmamış bu səhvdir. Başa düşdük? Bəli. Bir günəş heç vaxt lap baxsaq, L ekvatordur, K da ekvator. Günəş həmişə burada olmur axı. Günəş gedir, gəlir. Düzdür? Ona görə bu ifadə də səhvdir. Yəni, buranı istəyək. Tamam. Daha sonra 5-də enli üzrə C və D məntiqələri arasındakı dərəcə qiyməti A və B məntiqələri arasında dərəcə qiymətə bərabərdir. C ilə D buradan bura Doğrudur, müəllim. 45-dir. A ilə B bu da 45-dir. Niyə? Biri çünki şərqdədir, biri qərbdədir. Eləyir deyirək 45. Demək 5-də də problem yoxdur. M və N məntiqələrinin günəş il boyu günorta üfüqün şimal tərəfində görsənir. Baxaq, M-dən yox. Çünki qardaş bax, günəş bundan aşağıya da düşür axı. Məsələn, burada da olacaq. Oje bundan Yanımda da ola bilər. Ay, sağ ol. Ona görə getdi. Bəs hardan bilirəm cənubda ola bilər? Çünki 23.5-ə kimi? 15 dərəcə burada Ay, göstərir. sağ. Burada 15-də də düşə bilər axı aşağı ona görə. Demək 2, 3 və 5 qalır. Başa düşdük tam. Bəli, müəllim. Tamam. Bəli. Sonra Müəllim bir də kainat obrisini vermişdi. Topludan. o hələ dərsdə baxacaq. Bir dənə dedik bunu qutaraq ona görə. Hə, yaxşı. Sonuncuydu. Hə, tamam, bildim. Süper. Mən belə söyləyim də, günəşin düşmə bucağı ən azından keçən dərsə nisbətdə fərqimiz var. Daha yenə söyləyirəm uşaqlar, valla çətin bir şey yoxdur. Bazamız yoxdur deyə, təəssüf ki, belə deyək də biz bu çətinliyi yaşayırıq. Plus, kimdə ki riyaziyyat biraz zəifdir, onda bu problemi yaşayırıq. Amma ciddi çətinliyi, wow, ay Allah, məndə alınmır deyə bir şey yoxdur. Yəni, sən sadəcə bir dənə otur, oxu, başa düş. Yəni, dərs izahında, izah edirik ya, onu da başa düş. Sualın yarandığı verir ki, məsələn, mən bunu başa düşmədim. Tak, orada bunu qeyd eləyək, tam başa düşək, testləri rahat şəkildə yaza biləcəksiniz. Səhvləriniz ola bilər diqqət səhvləriniz olacaq, şərti tutmamısınız, nə bilim, aid olan deyir, olmayan götürmüsünüz. Bu kimi səhvləriniz olacaq, bu problem deyil. Çünki bizim qabağımızda vaxtımız var, qaydasına düşəcək. Qaydasına düşməyimiz üçün də bizim bir dənə sadəcə lazımdır oxumağımız və sual verməyimiz başa düşmədiyimizi. Aydın oldu? Bəli. İndi sabah üçün Bəli. inşallah ki biz belə söyləyək. Sabahları Allahın izni ilə topludan verdiyimiz hissələri yoxlayacağıq. Yenə günəşin düşmə bucağı. Elə o istiqamətdə yenə gedəcək. Toplunu məncə rahat şəkildə yazmalısınız. Ciddi çətinlik çəkməyəcəksiniz. Bəli, Bəli. müəllim. Asan. Hə, şükür Allaha. Vəsə. İnşallah ki sabahlarında dərsdə görüşərik. Mənə sualı olan. Xeyr, müəllim. Tamam o zaman. Allah zeyn açıqlığı versin hər birinizə. Sağ olun. Allah'a emanet olasınız. Sağ olun. Deməlim, təbrik edirəm müəllim sizi. Peşə bayramınıza görə. Çox sağ olun. Mən var də olun. Tamam, təbrik edirəm. Çox Bayramınız sağ olun, var olun. Valla əksəriyyətiniz yazmısınız, qeyd eləmisiniz. Çox sağ olun, var olun, diqqətiniz üçün. Yaxşı ki, belə deyək, elə sizlərlə yolumuz kəsişib. İnşallah ki, bu yol kəsişməyimiz də həm sizə, həm bizə, hamımıza xeyirli ola.
və ən əsası qəşəng bir nəticə verərik. Siz həm öz yolunuzu belə deyək də xeyirlisi ilə gözəl bir yol cızmış olarsınız özünüzə. Valideynlərinizi sevindirərsiniz və səsiniz daim yüksəklərdən, yaxşı yerlərdən gəlsin inşallah. Bu da çətin deyil, sizdən asılıdır. Yəni sizin üzərinizə düşən bir oxumaqdır. Bu da çətin deyil. İnşallah ki, hər birimiz belə deyək də xeyirlisi ilə gözəl nəticələr əldə edərik. Çox sağ olun, Çox sağ vaxtınızı olun. belə versin. Sağ olun. Sağ olun, müəllim. Sağ olun. Sağ olun. Allah aman olasınız. Sağ olun inşallah. Sağ ol. Sağ olun müəllim. Sağ olun. Tamam.